Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Mən bugün mayalı xəmirdən içi pendirli, Holland pendirli, göyərtili börək bişirdim. Çox dadlı, yaxşı ləzzətli alındı. Bişirmə qaydasını sizinlə paylaşıram. Bir də onu deyim əziz izləyicilərim, Holland pendirini alanda diqqətli olun. Mən marketdən aldım, endirimdə idi, amma heç xoşuma gəlmədi. Çünki Holland pendiri adətən bişəndə bilirsiniz ki, bölünəndə elə bil saqqız kimi uzanır. Amma bu elə bil çürüdü. Pendir yaxşı pendir olmadı. Amma yenə hazırlama qaydasını sizinlə bölüşürəm. Pendiri alanda yəni diqqətli olun. Düzdür, mən mozzarella almışdım, amma yenə ürəyimcə olmadı. Neysə, keçirəm hazırlama qaydasına. Bir stəkan isti suya maya əlavə elədim, duz əlavə elədim və unu da hissə-hissə əlavə eləyib yumşaq xəmir yoğurdum. Xəmiri qoydum, bir yarım saat dincəldi. İçliyə hazırlayıram. Holland pendirini sürkəcdən keçirtdim. Bu arada göyərtiləri də yuyub doğramışam. Burada şomu, keşniş, şüyüddür. Ərzaqların miqdarını videonun alt bölməsində yazaram inşallah. Pendiri əlavə elədim göyərtiyə, yaxşı-yaxşı qatışdırdım. Amma duz vurmuram. Zövqə görə kim istəsə börəyi hazırlayanda duz vura bilər. Deməli, xəmiri 8 hissəyə böldüm. Kündələyib yenə bir 10 dəqiqə, 15 dəqiqə qoydum dincəlsin. Qaba duru yağ əlavə eləyirəm. Mən zeytun yağından istifadə elədim. Və kündələri bir-bir yayıb, deməli, duru yağ olan qaba qoyuram. Və üzərinə yenə duru yağ əlavə eləyib, hər tərəfini çəkirəm. Bu cür kündələrin hamısını yayıb üst-üstə yığıram. Amma yağı çəkəndə elə eləyin ki, hər tərəfinə yağ dəysin xəmirin ki, bir-birinə yapışmasın. Yenə qoydum, bir 10 dəqiqə dincəldi xəmir. Deməli, stolun üstünü yağladım. Və kündənin birini bu cürünə yayıram. Bacardığınız qədər nazik yayın. Xəmirin hansı hissəsində yağ azdırsa yağ vurun. Və kəsiklər attım xəmirə bu cürünə. Burada videoda görünmür, çəkilişə düşməyib. Aşağı hissəyə göyərtini qoyub, kəsilmiş o kənarlardan, yəni ortaya göyərti olan hissəsinə qətləyirəm xəmiri. İndi birini də göstərəcəm, aydın görünsün. Deməli, bu cürünə əlimlə yayıram. Kəsiklər atıram. Və aşağı hissədə, ən aşağı hissəsinə göyərtini qoyub qətləyirəm. Görürsünüz, burada deməli, o kənardan kəsilmiş xəmirləri göyərti olan hissəyə gətirəndə fikir verin, kənarları qalin olduğuna görə həmən o hissələri deməli, dartaraq qoyuram ki, xəmirin üzərinə. Fikir verin, görürsünüz. Naziləşdirirəm xəmiri əlimlə. Həm ortasını, həm kənarlarını ki, deməli, böreyin o ki, vərəq-vərəq olacaq, nazik olsun. Fikir verin, burada gördünüz necə çəkirəm xəmiri, dartıb naziləşdirirəm. Birini də çəkilişə verirəm ki, diqqətlə baxasınız. Burada artıq göründü göyərti. Görürsünüz, qoydum göyərtini və kənarlarını gətirdim üstünə. Aşağı hissədən də xəmiri çəkib üstünə qoyuram ki, qırağından göyərti dağılmasın. Fikir verin, görürsünüz necə burada xəmiri çəkirəm, dartıram ki, naziləşsin.
Börəklər hazır oldu. Yığdım listə. Bir ədəd yumurtanı yaxşı çırpıb börəklərin üzərinə çəkirəm. Və qoydum bişməyə. Mən 200 dərəcədə hardasa 20-25 dəqiqəyə belə bişdi. Qızarana qədər, yəni 200 dərəcədə qoyun, qızarana qədər bişsin. Zaten xəmir nazik xəmirdir, içində də göyərti tez bişir. Çox dadlıdır, çox ətri, inanın ki, ətri yayılıb evə. Üzəri qırç-qırç. Bölmək istəyirəm, bölə bilmədim, istidir. Siz də bişirin əziz izləyicilərim. Bişirən hər kəsə nuş olsun. Allah hamımızın evinə bol ruzu bərəkət versin inşallah. Dəstək olmaq üçün abunə olmağı unutmayın. Like atın, fikirlərinizi şərh bölməsində yazın. Ümid edirəm bəyənərsiniz, əziz izləyicilərim. Sağ olun, sağlıqla qalın.